Salam. 9-cu sinif buraxılış tipli riyaziyyat suallarına baxırıq. Sınaq nömrə 1. Birinci sualdan başlayaq baxaq. Birinci sualda deyir ki 0, 2, 9, 7, 3 rəqəmlərindən düzəldilmiş ən böyük və ən kiçik ədədin cəmini tapın. Təbii ki, burada ən böyük dediyi üçün ən böyük rəqəmdən başlayacağıq. 9, 7, 3, 2, 0. Sonra isə ən kiçik dediyi üçün 2-dən başlayacağıq. Çünki 0-dan ədəd başlamaz. 2, 0, 3, 7 və 9. Cəmin hesablayacağıq. 9, 6, 7, bir də 11. Yəni 117.699. Yəni düzgün cavab D variantı olacaq. Növbəti ikinci suala baxaq. İkinci sualda deyir həcmi 343 olan kubun bir üzünün perimetrini tapın. Kubun həcmi biz bildik ki, B bərabərdir A kubu ilə tapılır. A kubu bərabərdir 343-ə. Nəyin kubu 343 eləyəcək? Deməli, kubun tərəfi 7-dir. Kubu qıraqda çəkirik. Kubun hər bir üzü kongruent kvadratlardır. 7, 7, 7. Bir üzünün perimetrini soruşur. Bir üzündə perimetri 4 ayla tapılır. 4 vuraq 7 bərabərdir 28. Yəni düzgün cavab B variantı olacaq. Növbəti üçüncü suala baxaq. Üçüncü sualda isə A və B çoxluqlarını verib. A və B çoxluqlarının birləşməsini soruşur. A və B çoxluqlarının birləşməsi bütün elementlərdən təşkil olunmuş çoxluqdur. Yəni 2, 3, 4, 5, 6, 7, 9, 11. Bu da hansı variant olacaq? Təbii ki 2, 3, 4, 5, 6, 7, 9, 11 C variantı. Növbəti dördüncü suala baxaq. Dördüncü sualda 5-də 4, üstə gələk 15-də 2, çıx 10-da 3. İfadəsinin qiymətini soruşur. Təbii ki, bunların əkobu tapılmalıdır. Verilmiş kəsirlərin əkobu 30 eləyir. Birincinin sürət və məxrəcini 6-ya vurmalıyıq. İkincini 2-yə, üçüncünü isə 3-ə. 24, üstə gələk 4, çıxılsın 9. Bu da eləyəcək 30-da. 28-dən 9-un çıxacaq. Qalacaq 19. Yəni düzgün cavab A variantı 30-da 19. Növbəti 5-ci suala baxıram. 5-ci sualda isə C çıxaq 1-in kubu. Üstə gələk 3 vurulsun C çıxaq 1-in kvadratı. Üstə gələk 3 vuraq C çıxılsın 1. Üstə gələk 1. Bu topluda olan sualdır. Bu tip sualı işləmək üçün müxtəsər vurma düsturu yadımıza düşməlidir. Bax, hansı müxtəsər? A kubu üstə gələk 3A kvadratı vurulsun B. Üstə gələk 3A B'nin kvadratı. Üstə gələk B'nin kubu. Bu nəyin açılışı uşaqlar? A plus B'nin kubunun. Bax, indi A'nın yerində C minus 1 durub. Bu üstə gələk 3 vuraq C minus 1'in kvadratı. Vuraq elə bir ki, burada yoxdursa, deməli 1 imiş də. B'ni də neçə qəbul eləyəcəyik? 1. Sonra üstə gələk 3 vuraq A'nın yerində C minus 1 durub. Vuraq 1'in kvadratını yazsam nə dəyişəcək ki? Müxtəsər görsənsin deyə vuraq 1'in kvadratı yazıram. Üstə gələk B'ni 1 qəbul elədiyimiz üçün 1 də elə nəyin kubudur uşaqlar? 1'in kubudur da. B deməli 1'dir. Deməli elə bu nəyin açılışı olacaq? A C minus 1'dir. C minus 1 üstə gələk 1'in, yəni B də 1'dir. Mötərizə kubu. Bu da C'nin kubu qalır. Yəni düzgün cavab Y variantı olar. Növbəti 6-cı suala baxaq. 6-cı sualda 39 bölünsün 5 kök altda 3 çıxaq 6. Deyir ədədinin tam hissəsini tapın. Təbii ki, biz ilk öncə məxrəci irrasionallıqdan azad etməliyik. Məxrəci irrasionallıqdan azad etmək üçün, yəni biz bu formada kəsir hesablamaq üçün, ya ümumiyyətlə nəticə əldə etmək üçün məxrəci irrasionallıqdan azad etməliyik. 5 kök altda 3 çıxaq 6'nın qoşması üstə gələkdir. 39 vurulsun
5 kök altda 3 üstə gələk 6. Məxrəcdə də müxtəsər vurma düsturu yaranır. Bir dəfə çıxması, bir dəfə üstə gələk. Lap yazaq görsədək ki, ham tərəfindən daha aydın şəkildə görsənsin. Bu nəyin açılışına oxşur? A kvadratı çıxaq B kvadratının. 39 vuraq 5 kök altda 3 üstə gələk 6 olduğu kimi qalar. Aşağıda da 5 kök altda 3'ün kvadratı çıxılsın 6'nın kvadratı. Bu da məxrəc bizə nəyə verəcək uşaqlar? Bax, diqqətlə bir dənə fikir verək. 75 çıxılsın 36. 39'u verir. Deməli ilə məxrəcdəki ifadə ilə bu 39 ixtisar gedir də eyni şeydir. Yerdə qalır 5 kök altda 3 üstə gələk 6. İndi məndən alınmış ifadənin tam hissəsini soruşur. Tam hissədən danışmaq üçün kök altının qarşısındakı ədədi kök daxilinə sallıq. Bu zaman 5'i kvadrata yüksəldib kökün daxilinə salsaq, 5'in kvadratı vurulsun 3 üstə gələk 6. Bərabərdir bu da kök altda 75 üstə gələk 6. 75 nəyin kvadratı yaxındır? Əlbəttə ki 8'in. 9'unki keçir. Deməli bu 75'dən 8 tam nəsə çıxır. Üstə gələk 6. Bu da eləyəcək 14 tam nəsə. Deməli tam hissəsi nə olar? 14. C variantı. 7-ci suala baxaq. 7-ci sualda deyir şəkildə verilənlərə əsasən DBC bucağını tapın. Şəkilə bax, diqqətlə fikir verək uşaqlar. Şəkildə qonşu bucaqlar var. Qonşu bucaqların da cəmi 180 dərəcədir. Yəni 6x plus 14 ilə 2x plus 6 qonşudur. Qonşu bucaqların da cəmi biz bilirik ki 180 dərəcədir. Buna əsasən 2x plus 6x üstə gələk 14 üstə gələk 2x plus 6 bərabərdir 180-də. Burada 8x bərabərdir. 6x-dən 2x 8x eləyir. 16 ilə 14 ilə 6'nın cəmi 20. 180-dən da 20'sini çıxanda 160. X də qalır 20. İndi cavab 20 deyir. Məndən DBC bucağın soruşduğu üçün DBC bucağına da biz nə demişik uşaqlar? 2x plus 6. Deməli x'in yerinə 20 yazmalıyam. 2 vuraq 20. Üstə gələk 6. Bu da eləyəcək neçə? 46. Yəni düzgün cavab B variantı olar. Bu qədər sadə. 8-ci suala baxıram. 8-ci sualda deyir malın qiymətini əvvəlcə 50% azaltdılar. Sonra isə 50% artırdılar. Malın əvvəlki qiyməti necə dəyişir? Bu tipləri yazmaq üçün ən rahat yolu qısa və net. 100 götürürəm. Belə həll strukturu belə daha rahatıdır. 100'dən bir dəfə deyir 50% azaltdılar. 50% azaltdıqda 50% çıxıram. Yerdə qalır 50%. Bir dəfə də deyir ki 50% sonra artırdılar. Yəni bu 100 niyə? Çünki azalan bir şey təzədən özlüyündə 100%-dir. Üstünə 50% gələndə eləyəcək 150%. İndi biz burada növbəti faiz hissəyə çeviririk. 50% 0,5 deməkdir. 150% isə 1,5. Faiz hissəyə çevirəndə 100-ə ağarırıq, bölürük. Yəni 50'ni 100'ə böldüm 0,5, 150'ni 100'ə böldüm 1,5. Sonra hissələri bir-birinə vururuq. Bu da eləyir 0,75. 0,75 aldıq. 0,75'i 100'ə vuraraq faizə çeviririk. 75% eləyir. Demək ki, azalıbdır da. 100'dən də çıxıram 75'in. Neçə faiz azalmış olar? 25% azalar. Yəni düzgün cavab B variantı. Məsələn 175 olsaydı 175'dən 100'ü çıxardım. 75% artardı. Burada 75% qalıb. Özü 100% idi axı. Deməli neçə faiz azalıb? 25%. Növbəti 9-cu suala keçək. 9-cu sualda deyir ki, ilk 100 natural ədəddən biri seçilir. Seçilən ədədin natural ədədin kubu şəklində göstərilə bilən ədəd olması hadisəsinin ehtimalını tapın. Bunun ən rahat yolu, bax uşaqlar, 1'in kubu 1 eləyir. Deməli 1 nəyin kubudur? 1'in. Sonra 2'nin kubu 8 eləyir. İlk 100'ün içərisində var da 8. 3'ün kubu
27 eləyir. 100-ün içərisində var. 4-ün kubu 64 eləyir. 5-in kubu 125 eləyir. Deməli, 5-in kubu yəni 125 elədiyi üçün ilk 100 ədədin içərisindən yoxdur. Deməli, hansı ədədləri mən ilk 100 ədəd içərisindəki hansı ədədləri natural ədədin kubu kimi göstərmək olar? 1, 8, 27, 64-dür. Deməli, burada bizim üçün əlverişli hal neçə haldır? 4 hal. İndi bizə deyir ki, həmin ədədi seçilməsi ehtimalını tap. P bərabərdir. Bu da ümumi 100-dən ədəd deyil. Eləyəcək 100-dən neçə? 4. Bu da ixtisar gedir, qalır 25'də 1. Yəni düzgün cavab C variantı olar. Növbəti baxırıq 10-cu suala. 10-cu sualda deyir ki, şəkildə AB kvadratlarının sahələri cəmi 41 santimetrin kvadratıdır. Kvadrat santimetrdir, belə də deyə bilərik. Kvadratların tərəfləri natural ədədlərlə ifadə olunarsa, böyük kvadratın perimetrini tapın. İndi fikir verək ki, bax, şəklə əsasən A kvadratın tərəfini balaca ilə, B kvadratın tərəfini isə B ilə işarə etsək, kvadratın sahəsi tərəfin kvadratına bərabərdir. A kvadratı üstə gələk B kvadratı, yəni ayrı-ayrıqda sahələrin cəmi bərabərdir 41'ə. İndi burada nəyə fikirləşməliyəm mən? Deyir ki, kvadratın tərəfləri natural ədədlərlə ifadə olunarsa, böyük kvadratın perimetrini tap. Böyük kvadratın perimetrini tap. Tutaq ki, deyirəm ki, B ən kiçik tərəf olsun da. B-yə 1 versəm, burada A kvadratı üstə gələk 1'in kvadratı bərabərdir 41. A kvadratı bərabərdir 40 qalır. 40 da hansısa natural ədədin kvadratı deyil. Deməli, bu halı araşdırmağa dəyməz. Sonra, axı deyir ki, A da B də natural ədəd olmalıdır. B-yə 2 verirəm. B-yə 2 versək, B-nin çalışdığım qədər kiçiyə də götürürəm ki, böyük kvadratın tərəfi bir o qədər böyük olsun. Bu zaman A kvadratı üstə gəlir. 2'nin kvadratı neçə eləyəcək? 4. Bərabərdir 41'ə. A kvadratı bərabərdir 37. Yenə bu da nəyəsə kvadratı deyil. Növbəti B-yə 3 verirəm. Araşdırıram. Burada 3'ün A kvadratı üstə gəlir. 3'ün kvadratı neçə eləyəcək? 9. Bərabərdir 41'ə. A kvadratı bərabərdir 41'dən 9 çıxsaq 32. Yəni 32'də nəyəsə kvadratı deyil. B-yə 4 verək. B-yə 4 verdiyimiz zaman A kvadratı üstə gələk. 4'ün kvadratı 16 edir. Bərabərdir 41'ə. İndi burada A kvadratı bərabərdir 25'ə. A-da 5 çıxacaq. Deməli, bu zaman kiçik kvadratın tərəfi 4, böyük kvadratın tərəfi 5 olur. Böyük kvadratın perimetrini soruşur. O da 4'a 4 vuraq 5 eləyəcək 20. Yəni düzgün cavab A variantı olar. Növbəti baxırıq 11-ci suala. 11-ci sualda deyir şəkildə Y bərabərdir K bölünsün X əğrisinin qrafikinin bir hissəsi verilmişdir. Buna görə A-nı tapın. Bax, bu tərs mütənasib funksiyanın qrafikidir. Yəni, tərs mütənasib funksiyanın da qrafikinə əsasən X artanda Y azalır. Yəni, bu deyir ki, bunu əsasən mən kəmiyyətlər arasındakı asılılığı müəyyən edeyim. Yəni, fikir versək, X-ə 3 verəndə Y-in qiyməti neçə olur? 8. İndi X-in qiyməti A olanda Y-in qiyməti 4 olur. İndi buna əsasən mən təyin eləməliyəm ki, bunlar tərs mütənasib funksiyanın qrafikini ödürsə. Deməli, bu kəmiyyətlər tərsdir də bir-biri ilə. Tərs olanda bunları nə cür həll edirdik? Qarşı-qarşıya vuraraq, yəni A vuraq 4 bərabərdir 3 vuraq 8'ə. 4A bərabərdir 24'ə, A da bərabərdir 6'ya. Yəni Y variantı olacaq. Növbəti 12-ci suala baxıram. 12-ci sualda kök altda 0 tam dövrdə 4, üstə gələk 2 tam dövrdə 7, çıx 7 tam dövrdə 1. Bir ifadəsinin qiymətini hesablayın.
Uşaqlar, təbii ki, hər birin çevir riyazi kəsirə 0 tam dövrdə 4, 9-da 4 deməkdir. Üstə gələk 2 tam 9-da 7 deməkdir digərdə. Üstə gəl, daha doğrusu çıxılsın 7 tam 9-da 1. İndi 9-da 4-dən 3-də 2 çıxacaq. Üstə gələk, digərində düzgün olmayan kəsirə çevirək. 9'da 25, 9'da 64. Bu da 3'te 2, üste gələk. 3'te 5 deməkdir, çıxılsın 3'te 8. Son olarak cevabımız qalır 3'te -1. Yəni düzgün cavab D variantı. 13-cü suala baxsaq, 13-cü sualda deyir ki, bərabərsizliyin həlli aşağıdakılardan hansıdır? -2x çıxılsın 8, çıxılsın 4x plus 2. Böyükdür 0-dan. Bu bərabərsizliyi həll eləmək üçün baxıram ki, bu xətti bərabərsizlikdə. Yəni xətti tənliyi nə cür əldə edirsə, bunda o cür şəkildə. İlk öncə mötərizəni açaq. Mötərizənin qarşısında mənfi olduğu üçün mötərizə içərisindəki ifadə hamısı əksi ilə olacaq. -2x üstə gələk 8, çıx 4x, çıx 2 böyükdür 0-dan. İkisi də mənfidir, x'lər toplayırıq, işarə olduğu kimi qalır. -6x üstə gələk 6, 8-dən 2 çıxdıqda 6. -6x böyükdür -6-dan. -6-nı -6-ya böləndə 1 düşür. Lakin mənfədə də böldüyüm üçün işarə dəyişəcək. Yəni, ədəd oxunda da ifadə eləsək, 1'in özünü almır. Bərabərsizlik böyük bərabər deyil. İndi aldığım son nəticədə mənfiyə böldüyüm üçün kiçikdir. 1'dən olur. Yəni, bərabər deyil. Sadəcə olaraq ciddi şəkildə kiçikdir. Bu zaman qiymətlər nə alır? 1'dən mənfi sonsuzluğa doğru. Yəni 1'dən kiçik. Ona görə də düzgün cavab D variantı olacaq. Növbəti baxıram 14-cü suala. 5 üstə gələk. Kök altda 2x bərabərdir 9'a. Burada kök altda 2x bərabərdir 4'ə. Hər tərəfi qüvvətə yüksəldirik. İrasional tənlikdir. Kökdən çıxmaq üçün köklə kvadrat gedir. 2x bərabərdir 16'ya, x də 8 eləyəcək. Yəni düzgün cavab B variantı. Deyir ki, 15-ci sualda İki oxşar üçbucağın sahələrinin nisbəti S1 bölək S2 bərabərdir 16 bölək 49 olarsa, onların uyğun medianlarının nisbətini tapın. Bir qaydanı yada salmaq istəyirəm. A, B, C üçbucağı əgər A1, B1, C1 üçbucağı ilə oxşardısa, onun tərəflərinin nisbəti, yəni A1 bölək A2, B1 bölək B2, həmçinin medianlarının nisbəti, hündürlüklərinin nisbəti və s. hamısı bərabərdir bir oxşarlıq əmsalına K-ya. Hamısının nisbəti eyni olur. Lakin sahələrinin nisbəti isə S1 bölək S2 oxşarlıq əmsalının nəyinə bərabərdir? Kvadratına. İndi oxşarlıq əmsalını tapa bilərik. Yəni nisbəti verib ki 16 bölək 49'dur. Yəni K kvadratı 49'da 16'ya bərabərdir. Buradan K-nı alsaq eləyəcək 7'də 4. Yəni bu normalda tərəflərin, medianların nisbəti isə 7'də 4'ə bərabər olacaq. Çünki sahə oxşarlıq əmsalının kvadratına bərabərdir. Bu da 49'da 16'dırsa K'nın özü 7'də 4 eləyir. Medianların da nisbəti M1 bölək M2'də dedik ya K'ya bərabərdir. Buna görə bərabərdir 7'də 4 götürsək, o da 4 bölək 7 eləyəcək. Yəni düzgün cavab Y variantı olar. Növbəti baxıram 16-cı suala. 16-cı sualda deyir, ən böyük vətəri 12 cm olan dairənin sahəsi neçə kvadrat santimetr edər? Pini də özü verib ki 3. Pini veribsə nəzərə alırıq. Vermişsə elə pi olduğu kimi qalır. Ən böyük vətər deyəndə, yəni elə diametri nəzərdə tutur. Diametr neçəyə bərabərdir? 12'ye.
İndi diametrə də görə sahəni tapa bilərik, radiusa da görə. Yəni diametr 12-dirsə, buradan çıxır ki, sənin radiusun neçədir? 6. Biz də bilirik ki, sahəsi pi-nin kvadratı ilə hesablanır. Buna əsasən də pi-nin də qiymətini bilirik 3 özü veribdir. Pi vuraq, 3 vuraq, daha doğrusu olacaq 6-nın kvadratı. 3 vuraq 36, bu da eləyəcək 108. Yəni düzgün cavab 108 olar. Növbəti 17-ci suala baxaq. 17-ci sualda deyir x1 və x2 ədədləri x kvadratı üstə gələk 8x üstə gələk 14 bərabərdir 0 tənliyinin kökləri olarsa kök altında x1'in kvadratı üstə gələk x2'nin kvadratı bölünsün x1'in kvadratı üstə gələk x2'nin kvadratı üstə gələk 2x1 x2 ifadəsinin qiymətini tapın. Biz burada bax tənliyin kökləri deyir x1 x2'dir. Verilmiş kvadrat tənliyə baxan kimi görürük ki, baş əmsal 1'dir. Deməli burada çevrilmiş kvadrat tənlikdən söhbət gedir ki, baş əmsal 1 olduğu üçün deməli bunun kökləri hasil x1 vura x2 hasil 14'ə bərabərdir. x1 plus x2 kökləri cəmi isə ikinci əmsalın nəyisinə? -8'ə bərabərdir. Yəni elə bir ədədləri fikirləşib tapa bilmirəm. Yəni o hansı ədədlərdir ki, hasili 14 eləsin. Cəmi də -8. Lakin o hasil və cəmdən istifadə edərək soruşduğu ifadəni hesablaya bilərik. Bəzən elə vacib deyil ki, kökün özünü tapasan. O verilmiş ifadədən çıxan nəticələr var, hasillə cəm. Onu çalışqınla ki, aparıb yerinə qoya biləsən. Çünki kökü tapırsansa, deməli o hasillə cəmi aparıb yerinə qoymaq lazımdır. Bəs onu necə ifadə eləyək? Bax, sürəti bu kök altı qoyulduğu kimi qalsın. Sürətdə bunu cəmlə ifadə eləmək üçün x1 plus x2'nin kvadratı yazıram. Lakin hasilin ikimisini çıxıram ki, misal dəyişməsin. Çıxaq 2x1 x2. Aşağıda isə elə birbaşa müxtəsər vurma düsturunun açılışıdır da. Elə x1 plus x2'nin elə hazır kvadratıdır. Kvadratlar cəmi də var, hasilinin ikimisi də var. İndi buna əsasən verilmiş ədədləri nəzərə alıram. Cəmin yerinə -8 yazıram. -8'in kvadratı çıxaq 2 vurulsun 14. Aşağıda da ilə -8'in kvadratı. Bərabərdir kök altında 64 çıxılsın 28. Aşağıda da 64 eləyir. Bu da kök altında 64'də 36. Cavab 8'də 6 eləyəcək. Onu da ixtisar yaparsaq 4'də 3. Yəni düzgün cavab 4'də 3 olar. Sonra 18-ci suala baxırıq. A kvadratı çıxaq B kvadratı bərabərdir 42'yə. A plus B 7 olarsa deyir ki, A kvadratı çıxaq 2AB üstə gələk B kvadratın tap. Uşaqlar, soruşduğu elə nəyin açılışıdır? A çıxaq B-nin mötərizə kvadratının açılışıdır. Yəni elə səndən bunu soruşur. Deməli mən bu verilmiş iki şərtdən istifadə edərək A çıxaq B-ni taparam. A kvadrat çıxaq B kvadratını görən kimi açılış yadıma düşür. A çıxaq B vurulsun A plus B bərabərdir 42'yə. A plus B-nin yerinə 7'ni nəzərə alsaq, 42'ni 7'yə böləndə A çıxaq B neçə çıxır? 6. A çıxaq B 6 olduğunu bildikdən sonra soruşduğu ifadədə elə nəzərə alsam, 6'nın kvadratı eləyəcək 36. Deməli düzgün cavab 36 olar. Növbəti 19-cu suala baxıram. 19-cu sualda 3 kök altda 2 və 2 kök altda 3 ədədlərinin tam hissələrinin cəmini tapın. Ədədlərinin tam hissələrinin cəmini tapın. Birinci, çalışdığım qədərilə kök xaricindəki ədədləri kök daxilinə sallıq. 3'ü kvadrata yüksəldib vuracaq 2'yə. Kök altda eləyəcək 18. Sonra digərində 2'ni kvadrata yüksəldib sallıq. Kökün içərisinə bu da eləyəcək 12. Burada
12-dən təqribi 3 tam nəsə çıxır, yəni tam hissəsi 3. Aşağıda isə kök altı 18-dən 4 tam nəsə çıxır, burada isə tam hissə 4. Tam hissələrinin cəmi soruşur. 4 üstə gələk 3 eləyəcək 7. Növbəti 20-ci suala baxıram. 20-ci sualda bərabər yanlı üçbucağın perimetri 26 santimetrdir. Oturacağı 10 olarsa onun yan tərəfinə paralel orta xəttin uzunluğunu tapın. Dediyi şərtə əsasən bir bərabər yanlı üçbucaq çəkirik. Bərabər yanlı üçbucağın oturacağı 10, perimetrdə 26-dır. İndi yan tərəflərə AA deyirəm. 2A üstə gələk 10 bərabərdir 26-ya. 2A bərabərdir 16. A da bərabərdir 8. Yəni sənin yan tərəflərin olacaq 8. Bizdə isə yan tərəfə, onun yan tərəfinə paralel olan orta xəttin uzunluğunu soruşur. Yan tərəfə paralel olan orta xətti çəkirik. Orta xətt biz bildik ki, paralel olduğu tərəfin nəyinə bərabərdir? Yarısına. Nəyinə bərabərdir? Yarısına. Yəni 8-in yarısı neçə eləyəcək? 4. Orta xətt çıxacaq 4. Yəni düzgün cavab 4 olar. Sonra isə 21-ci suala baxıram. Düzgün 8 bucaqlının bir daxili bucağı bir xarici bucağından neçə dəfə böyükdür? Düzgün 8 bucaqlının neçə tərəf olacaq? 8 də. Neçə bucaq olacaq? 8. İndi deyir ki, bir daxili bucaqda, bir daxili bucaq hansı düsturdan tapılır? Yəni ümumi daxili bucaqların cəmi, yəni 180 vuraq n sayı 2 bölək n düsturunu nəzərə alıram. Burada 180 n yerə, bax 180 vuraq n sayı 2 ümumi cəmdir. N yerə böləndə bir dənə daxili bucaq olur. 180 vuraq n-i nəzərə alsam 8-dən 2 çıxıram 6 bölək 8. Hesablasaq 135 dərəcə olacaq. 135 dərəcə bir dənə daxili bucağın cəmidir. İndi deyir ki, xarici bucağını da tapaq. Bir xarici bucaqda 360 bölək n-dən tapılır. Yəni 360 bölək 8. Bu da eləyəcək 45 dərəcə. İndi deyir ki, neçə dərəcə böyükdür də bir daxili bucaq. 135-i də bölürəm 45-ə 3 dəfə. Deməli, neçə dəfə böyük olur? 3 dəfə. Yəni düzgün cavab 3. Növbəti 22-ci suala baxıram. 22-ci sualda ABC üçbucağında B təpə bucağı deyir ki 90 dərəcədir. B təpə bucağı 90 dərəcədir. Sonra deyir BD AC-yə perpendikulyardır. Yəni buradan bir dənə hündürlük çəkmişik. AB-ni 15 verib, BD-ni 12 verib. Deyir ki, BC-nin uzunluğunu tap. X bərabərdir sualı. İndi burada hündürlüyə görə bir düzbucaqlı üçbucaq yaranır. Burada AD-nin kvadratı üstə gələk. Bax, üçbucaq ADB-yə görə işləsək. AD-nin kvadratı üstə gələk 12-nin kvadratı bərabərdir 15-in kvadratına. Hesablasaq burada AD qalacaq 9. Yəni AD oldu 9. AD-nin 9 olduğunu bildik. Növbəti mərhələdə düzbucaqlı üçbucağın özünün qaydasına əsasən hündürlüyün kvadratı bərabərdir böldüyü hissələrin hasilinə. Yəni ki, h kvadratı bərabərdir m-in. İndi burada m-i 9 bilirəm. DC-yə də 1n deyirik. Yəni 12-nin kvadratı bərabərdir 9 vuraq n-ə. Bu da 9n bərabərdir 144-ə. N də buradan çıxacaq. N də 16 olur. N-i də 16 tapdıq. İndi Pifagor teoremin BDC üçbucağına görə qurarıq. Yəni burada 90-dır da. İndi bu üçbucağa görə qursaq, biraz rəhləyəcəm ki, biləsiniz. İndi bu üçbucağa görə qurduğumuz zaman 12-nin kvadratı üstə gələk 16-nın kvadratı bərabərdir x-in kvadratına. Buna da əsasən x çıxacaq 20. Deməli, BC 20 olar. Növbəti 23-cü suala baxıram. 23-cü sualda deyir ABCD kvadratının sahəsi 225-dir. Yəni
Burada kvadratın tərəfi a kvadratı bərabərdir 225 olduğu üçün kvadratın tərəfi 15 çıxacaq. Bunu qeyd elədik. Kvadratı çəkək. A, B, C, D kvadratı, Y, bir də F. İndi deyir ki, Y, A, C, F-ə bərabərdir. Deyir, Y, F 17 olarsa, Y, A-nı tapın. Burada YF yani kvadratın daxilində çəkilmiş hər hansı bir düz xəttdir də. Bunu elə ifadə edəcəm. İndi rəngi dəyişirəm ki, görə bilək. Bu YF-i C təpəsinəcən qaldıracağım. Paralel olaraq qaldırıram. İndi mən burada CF-ə də EA-ya da bir X deyirəm. İndi bu YF düz xətti nə qədər yuxarıya qalxa bilər maksimum C təpəsinə çatana kimi də nə qədər qalxdı? X qədər. Deməli buradan da həmçinin X qədər yuxarı qalxmış olacaq da. İndi gəl fikirləşək ki, burada düzbucaqlı üçbucaq yaranır. Bu deyib, bu düzbucaqlı üçbucağın hipotenuzu 17 olur. Kvadratın tərəfi də 15'dir. Onda 15'dirsə, onda bu yerdə qalan isə 15 çıxaq 2x olar. İndi buna əsasən, bu üçbucağa görə işləsək, 15 çıxaq 2x-in kvadratı üstə gələk 15'in kvadratı bərabərdir 17'nin kvadratına. 15 çıxaq 2x-in kvadratını saxlayıram, olduğu kimi açılış vermirəm. 289'dan çıxacam 225'in, yerdə qalacaq 64. Deməli 15 çıxaq 2x bərabər imiş 64'ə. Daha doğrusu kvadratı 64'dürsə, özü 8'ə bərabərdir. Buna əsasən də 2x bərabərdir 7'yə. X də bərabərdir 3,5'ə. Bu qədər rahat. Növbəti baxaq 24-cü suala. 24-cü sualda deyir ki, rombun diagonalları uyğun olaraq 16 və 12 olarsa, onun perimetrini tapın. Rombun diagonalları ilə tərəfləri arasındakı münasibət düsturunu bilməliyik. D1-in kvadratı üstə gələk D2-in kvadratı bərabərdir 4A-nın kvadratına. Buna əsasən indi 16'nın kvadratı üstə gələk 12'nin kvadratı bərabərdir 4A-nın kvadratı. 4A kvadratı bərabərdir 256 üstə gələk 144. 4A kvadratı bərabərdir 400'ə. A kvadratı bərabərdir 100. A da bərabərdir 10. Tərəf 10'dursa perimetrdə rombun hər tərəf bərabərdir 4 vuraq 10 eləyəcək 40. Bu birinci yolla. Əlavə bir də ki, düstur yadımızdan çıxsa, rombun özünü çəkirik. Rombu çəkdiyimiz zaman biz bilirik ki, rombun diagonalları nə cür kəsişir? Perpendikulyar və yarıya bölünür. Rombun diagonalının biri 16 deyildi. 8 düşəcək. Digəri də 12 idi. 6 düşəcək. İndi burada düzbucaqlı üçbucaq yaranır ki, Pifagora əsasən A kvadratı bərabərdir 6'nın kvadratı üstə gələk 8'in kvadratı. Buradan A 10 çıxır. Belə də tapa bilərdik. P də bərabərdir 4 vuraq 10'a eləyəcək 40. Yəni perimetr 40 olur. Düzgün cavab 40. Sonuncu 25-ci suala baxıram. 25-ci suala baxdıqda yer qəfəsdə dovşanlar və qırqovullar var. Onların başlarının sayı 40, ayaqlarının sayı isə 126'dır. Qəfəsdə dovşanlar və qırqovullar var. İndi bax, şolar, dovşan, bir də qırqovul. Dovşanların sayına x deyirəm, qırqovulların sayına y deyirəm. Baş deyəndə hərəsinin bir dənə başı var. Yəni x üstə gələk y bərabərdir 40'a. Ayaq deyəndə dovşanın 4 ayağı olacaq. 4 x deyən 4'ə vuracam da. Bir dənəsini vurmalıyam 4'ə. Sonra qırqovul isə 2 ayağı olacaq.
İstənilən quşun onsuzda 2 dənə ayağı var. 2y, 4x üstə gələ 2y bərabərdir 126-ya. Sistem təhlilini qururuq. Buna əsasən x plus y bərabərdir 40-a. Hər tərəfi aşağıda 2-yə bölüb sadələşdirsək, 2x üstə gələ y bərabərdir 63-ə. Tərəf-tərəfə çıxsaq, aşağıdan yuxarını çıxıram. Y-lər gedər. 2x-dən x-in çıxanda x-i qalır. 63-dən də 40-ın çıxanda qalacaq 23-ü. Deməli, 23 dənə dovşan var. Əgər qırqovlu soruşsaydı, 40-dan da çıxacaqdıq 23-ün, qalacaqdı 17 dənə qırqovul. Bu qədər sadə və rahat. Sınaqlarımızın davamı gələcək. İşləməyə çalışın özünüz. Yəni, davamlı şəkildə mən də paylaşacağım. Hər birinizə uğurlar arzulayıram. Mütəmadi olaraq izləyin. Sağ olun.